Amerika Birləşmiş Ştatlarının tətbiq etdiyi rüsumlar dünya iqtisadiyyatına ciddi zərbədir. Avropa İttifaqı Birləşmiş Ştatlarla danışıqlara hazırdır, lakin Vaşinqton imtina edərsə, Brüssel cavab tədbirləri görəcək. Bunu Avropa Komissiyasının sədri Ursula von der Leyen bəyan edib. Avropanın bu fırtınadan keçmək üçün hər şey var. Biz bu işdə birlikdəyik. Əgər sən birimizə meydan oxuyursansa, hamımıza meydan oxuyursan. Biz bir-birimizin arxasında duracağıq və ayağa qalxacağıq. Birliyimiz gücümüzdür. Von der Leyenin sözlərinə görə Avropa qitənin iqtisadi təhlükəsizliyini gücləndirmək üçün əlavə tədbirlər görəcək. O vurğulayıb ki, Amerika Birləşmiş Ştatları administrasiyasının hərəkətlərindən daha çox iqtisadiyyatı zəif inkişaf etmiş ən həssas ölkələr zərər çəkəcək. Tariflər bütün dünyada istehlakçılara da zərər verəcək. Təsiri dərhal hiss olunacaq. Milyonlarla vətəndaş daha yüksək ərzaq ödənişləri ilə üzləşəcək. Dərmanlarla yanaşı, nəqliyyat da daha baha başa gələcək. İnflyasiya yüksələcək və bu xüsusən də həssas təbəqəyə aid olan vətəndaşları incidir. Qeyd edək ki, Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump ölkəyə idxal olunan bütün məhsullara 10% rüsum tətbiq edib. Trump bu tədbirləri Birləşmiş Ştatların ticarət balansını tarazlaşdırmaq zərurəti ilə izah edib.